olsun. Allah rahmet eylesin. Allah rahmet eylesin. Daima okey. Bəşəriyyət tarixinin ən qanlı faciələrindən biri olan Ağdaban faciəsinin 33-cü il dönümüdür. Faciə qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəman şəhidlərimizin canlarını qurban verən qəhrəman şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Keçən əsrin 92-ci ilində aprel ayının 8-də erməni vandalları Azərbaycanın Dilbər güşəsində Ağdaban kəndinə, Kəlbəcər rayonunda Ağdaban kəndinə hücum etdilər. Vandalların hücumu nəticəsində 130 evdən olan Ağdaban kəndində 68 dinc sakin qətlə yetirildi. 2 az yaşlı, 2 qoca dünyasını dəyişdi. 7 qadın diri-diri yandırıldı. Allah Taala cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Böyük ozanımız, böyük şairimiz Dədə Şəmşirin yurdu viran oldu. Bəli, Azərbaycanımızın Dilbər güşəsində yaşayıb, Azərbaycanımızın xalqımızın çörəyini yeyən və bizlərə qənim kəsilən namərd ermənilər Ağdabanda böyük bir faciə törətdilər. Dinc sakinləri qanlarına qaltan elədilər. Keçən əsr onların havadarları Rus imperiyasının köməkliyi ilə Azərbaycanda bir çox faciələr törətdilər, soyqırım törətdilər, Xocalı soyqırımı, Başlıbel qətliamı, Qaradağlı faciəsini törətdilər, tunel faciəsini törətdilər və xalqımıza qənim kəsildilər. Böyük bir ilahi ədalət var, ilahi bir haqq var. Gözəl Allahım Azərbaycan ordumuzu qorusun, Ali Baş Komandanı qorusun, qüdrətli Azərbaycan dövlətini qorusun. Azərbaycan ordusu onlara öz yerini göstərdi və inşallah vaxt gələcək, nəinki Azərbaycanda, nəinki Qərb Azərbaycanda, nəinki İrəvanda, Qafqazda da bir dənə erməni belə qalmayacaqdır.
Bir daha Allah Taala qəhrəman şəhidlərimizə rəhmət eləsin. Biz bu günləri, anım gününü qeyd etmək üçün Kəlbəcərə Qayıdış İctimai Birliyi olaraq bura gəlmişik. Bizim birliyimizin sədri hörmətli Yılmaz Mustafa'ya səs verirəm, söz verirəm. Buyurun Yılmaz müəllim. Bugün biz Kəlbəcərə Qayıdış İctimai Birliyi olarak Veteranlar Təşkilatı da burada Ramiz müəllim, İlqar bəy və Nəsimi bəy, digər dostlarımız iştirak edirlər. Kəlbəcərə Qayıdış İctimai Birliyi olarak biz Ağdaban şəhidlərimizin il dönümünü yad edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Ağdaban, mən deyərdim ki, Kəlbəcərin işğalına zəmin hazırlamaq üçün bir faciə idi. Ermənilər, yahud düşmənlər Ağdabanı işğal etdilər ki, Kəlbəcərin işğalına zəmin hazırlasınlar. Çünki Kəlbəcər Qarabağın demək olar ki, səngəri sayılırdı. Kəlbəcər Azərbaycanın ən zəngin təbiətə, gözəl relyefə, gözəl iqlim şəraitinə malik olan bir ərazi kimi, eyni zamanda da Qərbi Azərbaycanla sərhəd olan bir rayon kimi daim düşmənlərimizin hədəfində olub, Rus imperiyasının hədəfində olub, daim Kəlbəcəri işğal eləmək onların demək olardı ki, ən əsas məqsədlərindən biri olub. Məhz Ağdaban faciəsi də həmin məqsədlərə çatmaq üçün bir faciə idi, törətdilər. Eyni zamanda Ağdaban faciəsindən sonra Kəlbəcərin işğalı, o mühasirəsinin demək olar ki, genişlənməsi baş verdi və Ağdabandan sonra Kəlbəcərimiz işğal olundu. Bir daha mən demək istəyirəm ki, bugün burada yatan şəhidlərimiz, Ağdaban qurbanları, Qarabağın işğalı uğrunda şəhid olan, Qarabağın azadlığı uğrunda şəhid olan şəhidlərimizdir. Allah ruhlarını şad eləsin, məkanları cənnət olsun. Sağ olun. Amin. Allah rəhmət eləsin. Sözü verək, elə Ağdaban kənd sakini, o həmin qanlı gecənin, qanlı günün demək olar ki, şahidi Nəsimi Ağdabanlıya. Nəsim mən buyurun. Çox sağ olun, hamınıza çox təşəkkür edirəm. Başdan birinci Kəlbəcərə Qayıdış İctimai Birliyinin bütün üzvlərini, ad çəkmədən rəhbərlərini, sıra üzvlərini hamısını Ağdaban kənd cəmaatı adından salamlayıram. Hamınıza bir təşəkkür edirəm ki, bugün Ağdabanın anım günündə bizim Kəlbəcər rayonundakı bu şəhidlik xiyabanında, balaca şəhidlik xiyabanında bizlə bir yerdəsiniz. Dərdimizi bölüşürsünüz, bu anıları tanışırsınız və yad edirsiniz. Çox sağ olun. Hamınıza bir təşəkkür edirəm ki, vaxtınızı, zamanınızı hamısını sərf edərək bu gözəl tədbiri keçirirsiniz. Sağ olun. Birinci sizə minnətdaram. Sonra da hamınızın bildiyi kimi Kəlbəcərdə, Ağdaban kəndində 92-ci il aprelin 8-də çox böyük bir faciə baş verdi. Ermənilərin hücumu nəticəsində bizim kəndin dinc sakinləri, əli silah tutanlarının bir hissəsi, döyüşərək şəhid olanlar, evində öldürülənlər, ümumiyyətlə bizim kəndin 33 nəfəri kəndimizdə həmin gün 33 nəfər şəhid oldu. Kəndə köməyə gələnlər, kəndin müdafiəsində duranlar, o adamların hamısı kəndin ermənilərdən müdafiəsi üçün canını verən döyüşçülərimizi hamısını bugün burada bu şəhidlikdə hörmətlə yad edirik. Onların xatirəsini anırıq. Ağdaban kəndinin strateji əhəmiyyətini də vurguladınız, onun çətinliklərini də dediniz. Yəni bilirsiniz ki, biz 89-cu ildən ermənilərlə çox gərgin mübarizə şəraitində yaşamışıq. Ermənilər o vaxt gəldilər, biz onların 8 nəfərini əsir tutduq. Ondan sonraki dövrdə kənddə özünün müdafiə dəstəsi yaradıldı. Kəndin demək olar ki, bütün cəmaatının hamısı, əli silah tutanların hamısı kəndin müdafiəsinə cəlb olmuşlar. Burada qardaşlardan və ümumiyyətlə belə bir deyilir ki, dinc sakindir. Biz elə də dinc deyildik.
Həmin hadisə baş verənə qədər bilənlər bilir, yəni döyüşçülərimiz bilir ki, biz dəfələrlə Qarabağ ərazisində, Çapar kəndi, Həsən istiqamətdə dəfələrlə əməliyyatlar keçirmişdik. Ermənilərə böyük tələfatlar da vermişdik və ermənilər bir növ Ağdavanı işğalləməklə həm də özlərinin təhlükəsini təmin etməyə çalışırdılar. Bu hadisə də belə baş verdi. Yəni biz indi gün o gün deyil, o vaxtda biraz pərakəndəli idi. O vahid ordu sistemi yox idi, vahid müdafiə idarə etmə sistemi yox idi və bir növ Ağdavan demək olar ki, ermənilərin Xocalıda tətbiq elədikləri cəza dəstələri qarşısında tək qaldı. Həmin günü ermənilər 1000 nəfərdən yuxarı canlı qüvvə 6 zirehli texnika ilə Ağdavana daxil oldular. Bizdə də cəmisi 35-36 əli avtomatlı silahlı adam var idi və həmin avtomatların, oğlanların hesabına Ağdavanda ermənilərin törətmək istədikləri əsl faciə baş vermədi. Kəndin 95%-i kənddən sağ-salamat çıxarıldı. Ermənilər kəndi istədikləri kimi mühasirəyə alaraq istədikləri qırğını törədə bilmədilər. Hətta onlar demişlər də, bizim fikrimiz olub, bizim əsirlərə demişlər ki, biz istəyirdik kəndi tamamilə mühasirəyə alaraq Qaradağlıdakı hadisəni törətsinlər. Kəndin hamısını ya qırsınlar, ya əsir aparsınlar. Ona görə də bugün burada şəhidlərimizi anmaqla bərabər Ağdavanın o həmin günü müdafiəsində döyüşərək canını verən oğlanları da yad edirik. O çox sağ ol deyirik. Onları da yad edirik və sizin hər birinizə bir daha təşəkkürümüzü bildiririk Ağdavan cəmaatı adından ki, bu günləri bizlə bir yerdə bizim kədərimizi, bizim xatirəmizi bölüşürsünüz. Çox sağ olun, minnətdarıq. Söz verilir Qarabağ döyüşçüsü İlqar İskəndərov. Təşəkkür edirəm, şəhidlərimizə rəhmət diləyirəm. Kəlbəcər Azərbaycanımızın giriş qapısı, qala qapısı olduğu kimi, Kəlbəcərin də qala qapısı Ağdaban, Çərəkdar, Narışlar kəndləri idi. Rayonumuzun miqyasında götürəndə onlar da öz sinəsini sipər eləyib Kəlbəcərin müdafiəsində o hadisələr başlayan gündən öz evlərində erməni snayperinin nişangahı altında yatırdılar. Orada yaşayan insanların hər biri döyüşçü sayılır, hər biri qazi sayılır. O uzun müddət illərlə o kənddə, ailəsini o kənddə saxlayan adamlar hər bir şeyi gözə almışdı. Biz Kəlbəcərlilərin 90-cı illər döyüşlərindən danışanda əfsuslar olsun ki, bəzi adamlar hətta şəhid doğması deyir ki, mənim qardaşım nahaqdan şəhid oldu. Mən ona irad bildirəndə mənim haqqımda Facebookda təhqirami sözlər yazır. İndi bu məclisdə istəməzdim onu yada salam. Amma hər kəs bilməlidir ki, bugünkü qələbəmizin, xalqımızın, ordumuzun, dövlətimizin birləşib qazandığı bu qələbənin təməlini elə o vaxt şəhid olan insanlar qoymuşdur. O igidlərin hesabına bugün biz Kəlbəcərə qayıtdıq. İndiki gənclərimizə vətən üçün ölməyi, vətəni qorumağı onlar öyrətdilər. Onlardan nümunə götürən igidlər bu günləri döyüşə girdi və torpaqlarımızı azad elədi. Kəlbəcərimizi azad elədi. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ağdaban kəndinin son döyüşdə müdafiəsində olan Muğan qardaşımız rəhmətlik Ülfətin bölüyündə tağım komandiri. O qanlı döyüşlərdən sağ-salamat çıxsa da təəssüf ki, indi 22-ci ildə Laçının Qaragöl istiqamətində post komandiri Leytenant Ömər Şirinov şəhid oldu. Atasına şəhidlik qismət olmamışdı, oğlu şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz qalib olduğuna görə ki, o vaxtki şəhidlərimizin heç birini unutmadıq. 30 il hamısını ürəyimizdə yaşatdıq, yad elədik, onlar haqqında danışdıq. Evdə balalarımıza o barədə danışdıq. O əskərliyə göndərdiyimiz balalar da evdə bizdən eşitdiyi sözlərə görə fikirləşdi ki, biz gedib hökmən o torpaqları azad eləməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Söz verilir həmin faciənin canlı iştirakçısı, şahidi, bəli, köhnə Qarabağ döyüşçüsü, Azərbaycanın ərazi bütövlüyü uğrunda hər zaman özünü oda atan,
Ramiz Qəmkeşoğlu'na. Buyur Ramiz. Çox sağ olun. Bugünkü günü 33 il bundan öncə mən də həmin hadisənin şahidiyəm. Yəni Ağdaban faciəsi başlayanda bizə əmr gəldi Ağdabana kömək kimi. Çələklərdən hinasa çıxdı. Bir neçə nəfərinə. Təxminən 8-9 nəfər. Mən hinasa çıxanda əhalinin, Ağdaban xalqının çığırtısını eşidirdim. Həmin vandallar bizim düşmənlərimiz Ağdaban cəmaatına necə divan tuturdular, mən onun şahidiyəm. Və bayaq Ağdaban sakini qardaşımız izah elədi, neçə dənə İzrail texnikaları. Düzdür, bizə məlumat gəlmişdi, bir qrup erməni gəlib, amma ora ordu gəlmişdi. Ruslarla bir yerdə ordu gəlmişdi Ağdabanın faciəsini törətməyə. Bir neçə kənd sakinini şəhid elədilər, 30-dan yuxarı. Ancaq necə ki, həmin hadisənin şahidiyəm, müdaxilə edə bilmədik, atışdıq. Hinasdan qəbirstanlıq istiqamətində bir neçə nəfər gücümüz çatmadı, Ağdabanı xilas edə bilmədik həmin günü. Faciəni törətdilər və çəkildilər. Ancaq gəlin demək istəyirəm ki, yoldaşlar, bizim türklərimiz gözəl sözü var. Atımız yəhərli, qılıncımız sıyırlı olmalıdır. Nankör düşmənlərimiz var, nankör qonşularımız var. Arxalı köpək qurt basar. Arxalı düşmənlərimiz var, arxalı qonşularımız var. Biz təbliğat aparmalıyıq. Ayıq olmalıyıq. Bugünkü günlərimizi, keçmiş günlərimizi, faciələrimizi təbliğ eləməliyik, yaymalıyıq, belə tədbirlərimizi tez-tez keçirməliyik, ayıq olmalıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əlaqüstə 33 il bundan qabaq şəhid olmuş Ağdaban faciəsində olan şəhidlərimizə. Çox sağ olun. Allah rəhmət eləsin şəhidlərimizə. Söz verilir, tək bu faciəni demirəm, Ağdaban faciəsi yox, bütün Azərbaycanda ermənilər, vandallar tərəfindən törədilmiş faciələri, Azərbaycan xalqına qarşı zülmü qələmə alan hörmətli yazıçımız Məhəmməd Nərmanov, jurnalist Məhəmməd Nərmanoğlu. Buyur Məhəmməd müəllim. Təşəkkür edirəm məni bugünkü bu gözü yaşlı, sinəsi dağlı tədbirə dəvət elədiyiniz üçün. Ağdaban faciəsi mənə belə gəlir ki, zaman-zaman bu xalqın başına daşnaqlar tərəfindən törədilmiş terrorların bəlkə də ən pik nöqtəsi idi. Tarixən o faciələrimiz qələmə alınmadığından sümük tökülən dərə kimi ən ağır faciəni belə bu xalq unutmuşdu. Lakin Ağdaban faciəsi unudulmadı. Ona görə unudulmadı ki, Ağdaban faciəsi törədiləndə artıq xalq həmin xalq deyildi. Ağdaban faciəsi 1992-ci il aprel ayının 7-sindən 8-nə keçən gecə törədildi. Mən həmin vaxtı Kəlbəcər rayonunda çıxan Yenilik qəzetinin əməkdaşı idim. Hadisənin, faciənin, qanlı terrorun səhəri sübh tezdən redaksiyaya məlumat daxil oldu ki, bu gecə Ağdaban odlara qalanır. Bir saat çəkməmiş biz o dumanı tüstüsü başından çıxan kənddə idik. 3 nəfər. Ruhu şad olsun Qənifə xanım Səmədovanın, qələm dostum, jurnalist, fotoqraf Famil Hüseynoğlu'nun ki, onlar məni bir qələm adam olaraq həmin hadisə yerinə çatdırmışdılar. Biz Ağdabana çatanda hələ də Ağdabanın başının üstündən tüstü ucalırdı. Elə bir ki, hər il bir ocağa çevrilmişdi, yanırdı. Biz Türk dünyasının böyük saz-söz ustadı olan Dədə Şəmşirin məzarına çatanda Çapar tərəfdən, Buzluq deyilən istiqamətdən ya mən hərbiçi olmadığım üçün bilə bilmirdim. Ya qırat qurğusundan gələn mərmilər idi, ya top atəş idi. Bizi atəşə tutmuşlar. Bizi o kəndin harayına yetənləri, hətta belə Kamazla köməyə gələn, rayondan gedən, köməyə gedən insanları qırat yarğısına tutmuşlar. Möcüzə idi ki, o mərmilərin biri bizə dəymədi. Dədə Şəmşirin məzarına yaxın gəlmədi. Başımız üstündən keçib, yolun üstündəki biz yarğan dedik. Zamana, yarğana pərsim oldu. Biz oradan xilas olduq. O kənddən odlara qalanmış və bugün plakatlarda göstərilən meyitlərimizin, Ağdabanlarımızın cəsədlərinin kənddən çıxarılmasının şahidi iştirakçısı və bu fotoları çəkən mən Məhəmməd Nərmanoğlu idim. Mən susa bilməzdim. Mən məhz elə həmin gündən Ağdabanın, Bağırqanın serial yazılarıma başladım. Və bugün
qürurla deyə bilirəm ki, 28 kitabımın 8-i məhz təkcə şəhidlərimizə həsr olunmuş faciə dilli, ağı dilli, yas və yaşla, göz yaşla oxunan kitablardır. Ağdaban faciəsinin apardığı yol Kəlbəcərin işğalına gedir. Niyə məhz Daşnaqlar Ağdabanı seçmişdilər? Təsadüfi deyildi. Çünki Ağdabanlılar ermənilərə qan uddururdu. Çaparda da, Buzluqda da, Çaparın qonşu kəndlərində də, hətta Ağdabanlı qadınlarımız, tütüncü qadınlarımız 8 silahlı erməni terrorçusunu həbs edib, özləri, öz silahsız Azərbaycan qızı, qadını, silahlı terrorçuları, 8 terrorçusunu həbs edərək rayon mərkəzinə təhvil vermişdi. Və məhz onları xilas etməyə gələn hərbi vertolyot, pilotları erməni olan həmin o dəmir qanadlı, belə deyək də, cəllatlar isə gəldi, 8 körpəmizi biçdi. Azərbaycanda ilk dəfə şəhid olan körpə Kəlbəcərdə oldu. O körpələr ki, şəhərin yuxarı düzündə onların şərəfinə abidə ucaldıldı. Bu günləri mən Nizami Şirinoğlu unuda bilmərəm. Həmin 8 körpənin abidəsinin qoyulmağında ruhu şad olsun. Şirin müəllim, Nizami müəllim Kəlbəcər cəmiyyətinin sədri, Murovdağ cəmiyyətinin fəal üzvlərindən biri olan Nizami müəllim həmin abidənin qoyulmasını təşkil etdi. Hətta Palyanişkadan hərbi sursatı daşımasına icazə almışdır. Bütün bunlar tarixdir. Tarix o zaman tarix olur ki, o yazılır yaddaşlara. Bizim tariximizdə yazılmamış çoxlu belə faciələrimiz olub. Amma biz zəfərimizi unutmadığımız kimi, zəfərimizi qürurla qeyd etdiyimiz kimi faciələrimizi unutsaq, bu faciələr bir də törədilə bilər. Ona görə də məhz Ulu Öndər Heydər Əliyev 96-cı da Kəlbəcəri qəbul edində dedi ki, gedin tarixinizi yenidən yazın. Yeni tarix yazılır. Köhnəni unutmayın. Onun üzərində isə yeni tarix yazın. Bəli, biz bugün yeni tarix yazırıq. Azərbaycan xalqı dünyaya, bəşəriyyətə göstərdi ki, biz heç də faciələrlə razılaşan xalq deyilik. Biz məğlub xalq deyilik. Arxasında Avropa kimi belə deyək də, ikiyüzlü bin sifətli Avropa dayanmış Ermənistan bugün təklənib. Çünki biz qalibik. Qaliblər heç vaxtı nə olunurlar? Müzakirə olunurlar. Biz bugün qəbul olunmur. Bizi müzakirə etmirlər. Ermənistanı müzakirə edirlər. Bugün mən istərdim ki, ürəklə, qürurla qeyd edək ki, bizim bura gəlişimizə mümküniyət yaradan, şərait yaradan Müzəffər Ali Baş Komandanımız başda olmaqla basılmaz ordumuzun bütün sıravisindən generalına qədər Allah şəhid olmuş bütün ordu üzvlərimizə rəhmət diləyirəm və eləcə də Kəlbəcərdən şəhid olmuş, Ağdabanımızda şəhid olmuş bizim qəhrəmanlarımıza və Müzəffər Ali Baş Komandana can sağlığı diləyirəm və onun basılmaz dəmir yumruğu altında hərbi, siyasi, diplomatik uğurlarının bundan sonra da bütöv Azərbaycan uğrunda mübarizəmizin davam etməsinə, davam edəcəyinə əminəm. Var olsun Müzəffər Ali Baş Komandanımız, Müzəffər ordumuz və dəmir yumruq həmişə yerindədir. Qarabağ Azərbaycandır, Zəngəzur Azərbaycandır, İrəvan Azərbaycandır. Təbriz Azərbaycandır. Təbriz də Azərbaycandır. Var olun. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Söz verilir çıxış üçün. Bir dənə bağışlayın, hamınız xahiş edirəm, mənə növbədən kənar bir söz demək icazəsi verin. Olar mı? Kısa olaraq bir şey deyim. Demək bizim bu tarix informasiya deyilən bir şey yadda qalan bir şeydir də. Bir dənə xahiş edirəm, elə Məhəmməd müəllimdən də xahiş edirəm bunu nəzərə alsın, hamı da bunu bilsin. Bu söz çox tez-tez vurğulanır ki, Ağdabanın, Əliyalın arvadları erməniləri əsir aldılar. Birincisi, hamınızın diqqətinə çatdıram. İndi mənim tanıyanlarınız var, Allah'a şükür, əli silah tutmuş vaxtı ilə mən də tanıyanlar var, eşitdiyiniz var, bilirsiniz. Birincisi, o 8 ermənini 4 nəfərlə mən tutmuşam. Alşan, xeyr, heç kəs olmuyor orada. Alşan olub, Aydın olub, Nəsimi olub, bir də indi bir anda yadıma çıxdı. Erməniləri 9 nəfər erməni tutmuşuq. Biri qaçıb, 8 nəfər erməni komandirləri Qaqo ilə bir yerdə tutmuşuq və Qaqonun başına tüfəngi mən diriyib onları məcbur eləmişəm ki, bizə təslim olsunlar və bizim 4 nəfər adamımız Ağdabandan 4 nəfər kişi həmən erməniləri tutmuşuq.
Ona görə də hamınız tarix yazılanda Doğru yazılsın. informasiyanın gücü böyükdür. Mən onu özümə təhqir hesab verirəm ki, Ağdavanın Əliyalın arvadları erməni tutub, onda belə çıxır kişilər gizlənibdir. Xahiş edirəm, yox, mən o tarixi yaşamışam. Sanat adamlarının, poeziya dilində danışan adamların bir bənzətməsi. Bədii, Qardaşlar, Üslubları elədir. Qardaşlar, Mən də doğru hesab edirəm. Amma Kişilər sizin arasında dediyiniz danışanlar tarix. edir. Həqiqət, təşəkkür edirəm. Düzdür. Bəli. Biz İndiyə qədər onda niyə Nəsim bəy düz deyir. O hadisədə biz də Kəlbəcərdən Haya getmişdik. bəli, mən o hadisəni, Doğru söz odur. Mən sizə Nəsim müəllim, çox sağ ol, minnətdaram. yəni xahiş edirəm bunu yaddaşlarda belə Allah bir daha tutsun. şəhidlər tarixi həqiqət üzə Siz deməli Xahiş edirəm. biz tutmuşuq. 33 ildir keçib indi deyil. Elə tarix var ki, bu gün açılır. Kəlbəcərə Qayıdış İctimai Birliyi Ya. İdarə Heyətinin üzvü hörmətli Elşən Nağıyev, Elşən müəllim buyurun. Buyur Esin. Dəyərli tədbir iştirakçıları, Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. O müharibədə iştirak edən, bugün burada iştirak edənlərin hər birinə də təşəkkürümü bildirirəm. Bilirsiniz, bəzən görürsünüz, Nəsimi bəy çox gözəl dedi ki, tarixi həqiqətləri üzə açmaq lazımdır. Bəli. Biz Ağdaban faciəsi təkcə 33 il bundan öncə olmuyor. Ağdaban faciəsi tarixdə 3 dəfə olub. 1905-ci ildə, 1917-ci ildə və 1992-ci ildə. Ağdaban 3 dəfə qaçqınlığa, məcburi torpaqlarını tərk eləməyə məcbur olub. Bunu bizdən tarixi həqiqətləri gizlədiblər. Dədə Şəmşir ocağı 3 dəfə işğala məruz qalıb. Bunu 3 dəfə bizə tarixi həqiqətləri gizlədiblər. Yəni bunu biləsiniz. Təkcə bu illə başlamır. Bizi proletar, bizi dostluq, qardaşlıq himayəsi ilə bizim əsl tariximizi gizlədərək bizi faciələri, yeni bir faciənin yaranmasına, bax bugünkü Ağdabandan sonra başlayan Kəlbəcər faciəsinə gətirib çıxardılar. Ona görə də biz doğrudan da Ramiz Qəmkeşoğlu'nun bayaq dediyi kimi biz yenə də ayıq və sayıq olmalıyıq. Tariximizi unutmamalıyıq. Əsl tarixdə dərs almalıyıq. Bizim tarixi başqa kitablara, dövlətlərin tarixlərinə baxıb öyrənməliyik ki, Azərbaycan neçə dəfə Ağdaban, neçə dəfə işğala məruz qalıb. Ona görə də bugün biz əsl tarixi unutmamalıyıq və əsl tarixi araşdırmaq üçün tarixçilərimizi buna məcbur eləməliyik ki, onlar yenidən Azərbaycan tarixini səlis və dəqiq yazsın, körpələrimizə çatdırsınlar. Bugün təhsilimiz bərbad bir gündədir. Bizim təhsilimizdə Abbas Abdullah'ın şeirlərini çıxardaraq hardasa bir, iki bənd cızma qara eləyən, adi bir qoşmanı qoşa bilməyən insanlar bizim Azərbaycan dili, Azərbaycan tarixi ədəbiyyatında dərslik yazırlar. Biz də buna göz yumuruq. Bugün də bu faciələr Allah eləməsin bir də davam eləyə bilər. Çünki bu bizim unutqanlığımız, bizim tariximizə yiyə durmamağımız bizim faciəmizə baş gətirə bilər. Allah bir daha Ağdaban faciəsində şəhid olanların ruhlarını şad eləsin. Onun uğrunda mübarizə aparanların canlarını sağ eləsin. Və doğrudan da biz Kəlbəcərimizi yenidən bizə qaytaran Azərbaycan ordusuna təşəkkürümüzü bildirərək Azərbaycan ordusunu tam əminliklə elə olmalıyıq ki, elə təbliğat və təşviqatımızı aparmalıyıq ki, bir daha işğala məruz qalmayaq. Kəlbəcərimizi yenidən quraq və Kəlbəcərimizin yeniləşməsi, gözəlləşməsi, bütövləşməsi üçün canımızdan, qanımızdan keçməyə hazır olaq. Bir daha hər birinizə təşəkkür Allah edirəm. təala bir daha şəhidlərimizə rəhmət eləsin. Dəyərli hüquqşünasımız, hörmətli Əziz müəllim hanım tədbirdə məktubum ünvanlayıb. Xahiş edirəm bu məktubu dinləyəsiniz. Dədə Qorqud, Dədə Ələsgərdən sonra Dədə titulunu qazanmış Türk dünyasının azman sənətkarı Dədə Şəmşirin yurdu olan Ağdaban kəndinin ağsaqqalları və ziyalıları başda olmaqla bütün Ağdabanlı qardaş və bacılarımız Allahın salamı ilə bacılarımızı Allahın salamı ilə salamlayıram. Allahın salamı olsun Ağdaban kəndində qəhrəmancasına şəhid olmuş, xalqımızın ürəyində milli qəhrəman statusunu qazanmış Ülfət Kərimovun, onunla bərabər şəhid olmuş igid oğlanlarımızın və bütün Türk dünyasının şəhidlərinin üzərinə.
İlk öncə tədbirdə sizlər ilə birlikdə iştirak edə bilməməyimdən xəcalətini yaşadığımı sizlərin diqqətinə çatdıraraq hər birinizdən məni üzürlü hesab etməyinizi xahiş edirəm. Xalqımızın son 300 ildə başına gətirilən soyqırımlardan biri də çox təəssüflə qeyd edirəm ki, Kəlbəcər rayon Ağdaban kəndində törədilmişdir. Ağdaban soyqırımı ilə bağlı bu soyqırım haqqında hüquq müstəvidə, özü Əzim müəllim hüquqşünas olduğu üçün hüquq müstəvidə sizlərə qısa bir məlumat verməyi zəruri hesab edirəm. Soyqırım, hər hansı soyqırımın məhsu, hər hansı bir milli, etnik, irqi və ya dini qrupu bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa bir soyqırım adlanır. Yəni bu cür soyqırım adlanır. Əzim müəllim sonda deyir ki, 1992-ci ilin aprel ayının 8-də Kəlbəcərin işğalında təqribən bir il əvvəl ermənilər tərəfindən Ağdaban soyqırımı nəticəsində 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə amansızcasına qətlə yetirilmişdir. Bundan əlavə 2 nəfər itkin düşmüşdür. Allah Ağdaban soyqırımında şəhid olan qardaş və bacılarımıza rəhmət eləsin. Onların əziz xatirəsi qarşısında ehtiramla baş əyirəm. Əziz müəllimə də minnətdarıq, dəyərli Əziz müəllimə. Söz verilir Qarabağ Qayıdış İctimai Birliyinin Ali Məclisinin üzvü, hörmətli Famil müəllimə. Təşəkkür edirəm mənə söz verdiyinizə görə. Əziz dostlar, sizlərin hər birinizi salamlayıram. Zəhmət çəkib. Biraz zəhmət söz deyil. Xahiş edirəm reglamentə əməl edin. Kəlbəcərə Qayıdış İctimai Birliyi olaraq biz bu günləri Ağdaban faciəsini anmaq üçün vətənimizə gəlmişik. Onu bildirim ki, sizə dostlar, deməli Azərbaycanımızda mənfur düşmənlərimiz tərəfindən qətlə yetirilmiş hər bir şəhidimizə Allah rəhmət eləsin. Azərbaycan torpağının bütövlüyü uğrunda döyüşən şəhidlərimizin hamısına Allah rəhmət eləsin. Orada bizim Ağdaban şəhidlərimiz də vardır. Və hər bir Azərbaycan əsgərinə, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşən hər bir əsgərimizə, yaralanan, oradan salamat evinə qayıdan hər bir əsgərimizə mən ordumuza təşəkkür edirəm. Eyni zamanda Azərbaycan xalqının deməli 1920-ci ildə 44 günlük Qarabağ müharibəsində birləşərək ordumuzun arxasında dayandıq və bu günləri qələbə əzmini yaşayırıq. Bu günləri Kəlbəcərimizdə azaddır, gəlmişik vətənimizi ziyarətə. Sizə bildirmək istəyirəm ki, bu günləri şəhidlər məzarının, bu məzarlığın yerləşdiyi ərazi bizim kəndin ərazisidir. Mən də bu gördüyümüz bu kənddə yaşamışam və təkcə ermənilər Ağdabana yox, vaxtaşırı bütün Azərbaycanın sərhəd kəndlərinə hücum eləyərdi. Bizim deməli dinc insanlara ən çox hücum eləyərdilər, onları qətlə yetirdilər. Eyni zamanda əsgərlərimizə də hücum eləyərdilər. Və bu günləri bildirmək istəyirəm ki, bizim olduğumuz ayrım ərazisi, eyni zamanda böyrümüzdə dik yurt zastavası, eyni zamanda günəşli ərazisi, vaxtaşırı bu ərazilərdə ermənilərin hücumuna məruz qalardılar. Ancaq son deməli 30 ildə ordumuzun hazırlaşmağı, xalqımızın bütövlükdə Qarabağın müdafiəsi uğrunda döyüşə qalxmağı və vətənimizin azad olmasına görə çox mən də sizlə bir yerdə bu bayramı şənlənirəm, sevinirəm. Şükürlər olsun ki, bugün torpaqlarımız azaddır. Hörmətli anım tədbirinin iştirakçıları, Allah Teala bir daha
qəhrəman şəhidlərimizə rəhmət eləsin. Böyük Türk şairi Mehmet Akif Ersoy yazırdı ki, bastığın yerleri toprak değerek geçme, tanı. Düşün altındaki binlerce kefensiz yatanı. Sen şehit oğlusan incitme, yazıktır atanı. Verme dünyaları alsan da bu cennet vatani. Şükürler olsun Ulu Tanrı'ya. Azerbaycanımızın ərazi bütövlüyü bərpa olunub. Ermənisiz Azərbaycan bərqərar olub. Allah ermənilərə lənət eləsin və onların havadarlarına lənət eləsin. Bu günləri burada uyuyan şəhidlərimizin ruhu şaddır. Və mən deyərdim ki, elə yaşayan şəhidlərimizdən biri də Ramiz Abışovdur ki, Ramiz Abışov da həm döyüşlərin şahidi olub, iştirakçısı olub, həm də bugünə qədər də Azərbaycan uğrunda, müstəqil Azərbaycan dövləti uğrunda döyüşübdür. Buyur Ramiz müəllim. Ağdaban faciəsi ilə bağlı yetərincə Yelmar bəydə, İlqar bəydə, Ramiz bəydə hər birisi yetərincə danışdılar. Mən amma nəyi vurğulamaq istəyirəm? Həmin zaman hadisənin şahidi kimi. Ayın 8-nə keçən günü səhər tezdən bizə bir həyəcan siqnalı verildi ki, Ağdabanı ermənilər, Ağdaban cəmaatı hücuma məruz qalıb. Biz getdik. Biz getdik, inanırsınız, biz kəndə girə bilmədik. Ermənilər bütün yüksəklikləri, mövqeyləri hər yerdən tutmuşdular. Mümkün değildi ki, biz nəsə bir hərəkət edək. Həqiqətən də bizim orada Ağdaban cəmaatımız düşmənlə döyüşmüşdü, vuruşmuşdu. Çox böyük qəhrəmanlıqlar göstərmişdilər. Amma buna baxmayaraq Erməni-Rus birləşmələri bizim Ağdaban kəndinə divan tutmuşdular. İnsanlarımızı insanlığa yaraşmayan, insanlıqdan kənar elə bir hərəkətlər, vandal bir hərəkətlər eləmişdilər ki, hər biri hansı bir şəhid olmuş insanı görürdün, qətlə yetirilmiş. İstər istəməz adamın ürəyi ağrıyırdı, gözünün yaşını silə bilmirdi. Mən onları ilk dəfə görəndə inanın ki, özümdən getdim ki, bu insanı niyə bu günə qoyurlar? İnsan da insana qarşı bu qədər vəkilliyi törədərmi? Bu bir faciə idi, amma eyni zamanda da onu qeyd edirəm ki, həmin zaman Ağdaban cəmaatı qəhrəmanlıq nümunəsi göstərdi ki, düşmən nə qədər hiyləgər, nə qədər fürsətçil olsa da cəmaat onun qarşısına çıxdı və dəf elədilər. Burada müəyyən məsələlər də aydınlıq gətirildi. Görürsünüz, Wikipediyada, mətbuatda biraz rəqəmləri şişirdirlər. Deyək ki, 67 nəfər şəhid göstərirdilər. 797 nəfəri vermişdilər, amma fərqlidir. Burada müəyyən aydınlıq gəldi. Həmin kəndin sakini Nəsimi bəy də həmin fikirləri təsdiq elədi ki, yox, əslində bu belə olmaz. Wikipediyada nə var, o da qalsın yerində. Yəni, bilirsiniz, nə olsa da doğru, düzgünlük hamısı o informasiyanın içində olmalıdır. Ona görə də bizlər elə bir propaganda aparmalıyıq, təbliğat aparmalıyıq ki, bizim faciəmiz də həmişə unudulmaması. Doğru, dürüst olaraq tarixə yazılsın. Ağdaban şəhidlərindən qəhrəmanlıq göstərən mənim o vaxtı yadımda olan Mamoy kişidir, Məhəmməd kişi, onun ləqəbi Mamoydu. Erməniyə qanun duruldu. Və mən buradan təklif edirəm ölkə rəhbərliyinə, əlaqədar qurumlara, təşkilatlara Mamoy kişiyə milli qəhrəman verilsin, igidliyə görə orden verilsin, medal verilsin. Yəni həmin şəhidlərimizin qiymətləndirilsin, dəyərləndirilsin. Onlar bəli, Ülfət Kərimov ikinci Ağdaban faciəsində olub. Bizim söhbətimiz birinci, mövzumuz birincidədir. Ümumiyyətlə bütün şəhidlərimizi hamısını dəyərləndirmək lazımdır. Ağdaban faciəsində şəhid olan bütün şəhid qardaş bacılarımızı Allah rəhmət eləsin, ruhları şad olsun. Azərbaycanın ulduzlu ordusu, şanlı ordumuz zəfər çaldı, düşmənə ən ağır zərbəni vurdu. Torpaqlarımız işğaldan azad oldu. Bütün Qarabağda Azərbaycanın şürəkli bayraqları dalğalanır. Bu böyük bir sevinçdir və ona görə də gəlmişik, ziyarət eləyirik ki, əziz şəhidlər, ruhunuz şad olsun.
Narahat olmayın, torpaqlarımız işğaldan azad oldu, qisasımız da yerdə qalmadı. Sağ olun. Allah rəhmət eylesin. Allah Teala İlqar bəy də bir kəlmə. bir daha şehitlerimize rahmet eylesin. Söz verilir Kəlbəcərə Qayıd İctimai Birliği'nin Ali Məclisinin üzvü, hörmətli Eldar Qurbanova. Allah şəhidlərimizə rəhmət eləsin. Ağdaban şəhidləri, Murovdağ şəhidləri, Tünel şəhidləri çoxdur. Şəhidlər Qarabağda, şəhidlər xiyabanları ermənilər tərəfindən hər yerdə var. Qətlə yetilən insanların bir qismi də burada şəhiddirlər, yatırlar. İnşallah onların da abidələri burada yaxşı ucaldılar. Bura yolaşandır, Kəlbəcərin yolaşandır. Ağdabanda şəhid olan, Kəlbəcərdə şəhid olan insanlar, qardaşlar, igidlər bax burada yatırlar, uyuyurlar burada. Xahiş edirəm onu da çəkəsiz. Allah burada yatan şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Ruhları şad olsun. Ey əziz şəhidlər, o torpaqda yatın. Sizin sayənizdə Kəlbəcərimiz azaddır. Bu dağlara gəlmişik biz. Bu dağlar sizin sayənizdə erməni vandallarından təmizləndi. Bir daha Azərbaycanda nə qədər şəhid varsa hamısına Allahdan rəhmət diləyirik. Allah rəhmət eləsin. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Değerli Ramiz müəllim deməli, ayıq-sayıq olmalıyıq. Atımız yəhərli, qılıncımız da seyrli olmalıdır. Allah Teala bir daha şəhidlərimizə rəhmət eləsin. Buyur İlqar qardaş. Biz buradan indi gedirik Kəlbəcər rayonumuzun girişindəki şəhidlərimizin xatirəsinə ucalmış abidəmizə. Orada da tədbirimiz davam eləyəcək. Oradan da yolumuz Ağdaban kəndinədir. Gedəcəyik, kəndimizi ziyarət eləyəcəyik. O qəhrəman oğullar yetişdirən kəndi. Bu tədbirin təşkilatçılığı, bu o tərəfdən Kəlbəcərə gələn bu insanları burada qarşılayan, Kəlbəcərin girişindəki o abidənin ərsəyə gəlməsində böyük zəhməti olan Hacı Şəmsəddin Məmmədov qardaşımızı salamlayıram. Böyük zəhməti var. İndi bizlə burada olmamağının səbəbi oldu ki, dedi siz uşaqlar gedin tədbiri keçirdin, Ağdabana sizlə gedəcəm. Amma indi hələ ki imkan yoxdur mənim gəlməyimə, çünki mən burada ehsan süfrəsi hazırlayıram. İşçilərə nəzarət eləyim, qonaqlarımız üçün burada süfrə hazırlansın. Məni üzrə hesab eləyin, ora gəlməyim, Ağdabana sizlə bir yerdə gedəcəm. Gözəl Hacı qardaşımızı da salamlayıram. Bu boyda Kəlbəcərlilərimiz üçün qulluğunda duran, onların şəraitini yaradan qardaşımız burada yoxdur. Ağdabana bizlə bir yerdə gedəcək. Təşəkkür Çox sağ ederim. olun. Allah canınızı hamısını canınızı. Gəlin burada hamınız var olun. Hamınız var olun. Özbək tutardı, Ayrı-ayrı minnətdaram. iclası bağlı hesab edir. Bununla da Buyur Fatih versin. Kəlbəcərə Qayıd İctimai Birliği olarak Kəlbəcərdə bugün 8 Aprel Ağdaban faciəsi günü, anım günü iştirakçıları, yəni anım günü mərasimi sona çatdı. Allah bir daha şəhidlərimizə, qəhrəman şəhidlərimizə rəhmət eləsin. Davamı, tədbirin davamı Kəlbəcər Şəhidlər Xiyabanında və Ağdaban kəndində Kəndin ol. davam edəcəkdir. İlahi amin. Məmnunum vermişsin, rahat vermişsin. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Malikin yamiddin. Yâke nebdi ve yâke nesta'in. İhtinem sıratel müstakim. Sıratellezine elemte aleyhim. Gayril mağzubu aleyhim. Velezallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allah'ın semed, lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ehad. Allahümme salli ala Şəhəbə çıxdırın. Bir dənə şəklimizi çəksin. yerleri değiştir. Bir şəkildə Biraz belə o tərəfə.